Onlar üzərində Azərbaycana xoş gəlmisiniz yazılmış lövhələr qoyublar. Qafanlılar və buradan keçən hamı o lövhələri görür. Kobud da olsa deyəcəm ki, onların qoyduğu hər lövhəyə tüpürürük. Onsuz da yollarımızdan istifadə edirik. Amma deyə bilmərəm ki, hər şey əladır. Narahatlıq və nigarançılıq var. Bizi nə gözlədiyini bilmirik. Qeyri-müəyyənlik fikir ayrılığı var. Bəli, mən narahatam. Çünki nəsə olsa bizi kim qoruya bilər? Bizi burada snayperin vurmayacağına kim zəmanət verə bilər? Azərbaycanlıların bizə çox yaxın olmaqları bizi narahat edir. Onların nə edəcəklərini bilmirik.